Birincisi bu 12 günlük İran-İsrail müharibəsindən sonra bir atəşkəs oldu. Amma sonraki proseslər nəticə gətirib çıxartdı ki, ABŞ-ın İrana müdaxilə edəcəyi, yenə hər hansısa bir hücum olacağı göstərildi. Amma Amerika Birləşmiş Ştatları publikdə belə desə də, qapalı da bunu istəmirdi. Və hətta Trump özü demişdi ki, Netanyahu məni bu İranın bataqlığına salmaq istəyir. Sonra bu Epstein sənədləri açıldı və s. və ilə axır. Amma İranla Amerika arasında həmişə kanallar, diplomatik kanallar açıq olub. 79-cu ildən bu günə qədər bu davam edir. Bu son, yəni hal-hazırda davam edən münaqişə, müharibə, hücumdan əvvəl də bu danışıqlar gedirdi, də razılaşmalar da əldə olunmuş. Necə ki 13 günlükdə də bu razılaşma əldə olunmaya yaxın idi, hücum oldu. İndi də belə o ərəfədə bir hücum oldu. Pakistan vasitəsilə aparılan görüşlər uğursuz olub. Burada əsas 3 şərt: uranium, Hörmüz boğazı və İrana dondurulmuş hesablar pullarının geri qaytarılması məsələsi. Bu münaqişənin hələlik İran görsənən budur ki, müəyyən uzatmaq istəyir, uzadıb daxildə möhkəmlənmək və dünya publikasında, belə deyək, Amerika Birləşmiş Ştatları Trump administrasiyasını zəiflətmək, neftin qiymətinin qalxması, əlbəttə qalxanda bu lap qaldırmaq, bu Rusiyaya sərf edir, Rusiya neftin ələ kimlərsə almır, amma İran Hörmüz boğazı vasitəsilə müəyyən geosiyasi oyunlar oynayıb, maddi cəhətdən bunlar qazanmaq istəyir. Amerika tərəfi isə nə qədər də göstərsə də qalib gəlib, bu həqiqət payı var ki, İranın düşünən beyinləri yoxdur, generaliteti məhv olunub. Bundan sonraki proseslər göstərəcək. Bunun Güney Azərbaycan məsələsinə, bu münaqişənin, bu hücumun hər hansısa bir müsbət təsiri yoxdur. Azərbaycan türkləri hal-hazırda ümumiyyətlə İranın daxilindən mübahidə oldu. Bilirək ki, o cümlədə Güney Azərbaycan türkləri, ona görə də bu məsələnin, Güney Azərbaycan məsələsinin, bu münaqişənin, bu hücumun hər hansısa bir müsbət təsiri yoxdur. Ümumiyyətlə heç bu masada da yoxdur. Və bunun gələcəkdə də hər hansısa bir addımlar atılacağı görsənmir. Çünki Güney Azərbaycan türkləri ümumiyyətlə Məsud Pezeşkandan sonra deyir, İranın biz söz sahibi biz olmalıyıq, bizik və belə bir proseslər ola bilər. Güney Azərbaycan məsələsinə yox, Amerika Birləşmiş Ştatları mənə elə gəlir, görsənməsə də Məsud Pezeşkanın üzərində müəyyən daha çox ölkədə söz sahibi səlahiyyət olması üçün müəyyən bir nəsə bir işlər və yaxud da ki, könlündən keçir. Yəni bu işin Güney Azərbaycan məsələsinə hələlik bir müsbət təsiri yoxdur. Dünyada bu masa yoxdur, bölgə dövlətlər də buna razı deyil.